Salam hörmətli izləyicilər, dəyərli ağsaqqallar, hörmətli dostlar, tanışlar. Bugün biz Lerik rayonunda Durğan kəndinin yolunda olan bu çayın üzərində düşmüş körpünün yenidən bərpa işləri üzrə burada işləri gedir. Burada biz də burada tanış olduq. Elimizin mərd oğulları qruplarından da burada nümayəndələr iştirak edirlər. Kənd cəmaatı da burada gördüyünüz kimi fəal iştirak edir. İndi də bizim dəyərli ağsaqqalımız Hacı Mirzəxan əmi də burada iştirak edir. Bunlar da ağsaqqala da öz ürək sözlərini deyəcəklər. Kərbalay buyurun. Hoş geldiniz. Sağ ol. Çok sevindirici haldir. Doğrudan da uzaqda da olsunuz, Bakıda da olsunuz. Elə ürəyiz buradadır. Lazım olan məqamda da burada olursunuz. Bizden bir yerde. Böyük işliği Allah sizden razı olsun. Bizim elimizin mərd oğullar grubu bu yer için, bu oba için hala bundan sonra da büyük işler görecekler. Yaxşı olar inşallah. Hacı neredeyse ürəksizlərini diyecek. Hacı olsun, elimizin mərd oğulları qrupunun ağsaqqalı olsun. Hər birim gəlmişik ki, bu evin abadlaşmasında hər kimin zəhməti varsa, Rəbbim öz qüdrətindən kömək olsun. Elimizin abadlaşması için doğrudan da bu günümüz üçün elimizin vətənpərvər oğulları şükür Allah görürsünüz ki, necə fədakarlıq göstərirlər, zəhmət çəkirlər. Bəli, yol çəkmək, körpü salmaq, məscid dikmək ən bəyənilən əməllərdir. Yəni Allah heç vaxt bu yolda zəhmət çəkənlərin zəhmətin hədər verməz. Allah hamısına can sağlığı versin. Yüce Rəbbim özü bu elin abad olunmasında bizə dayaq olsun. Hər birimizə, elimizə, obamıza xoş ovqatlı, firavan həyat nəsib eləsin. Gözəl təşəbbüsdür. Kəndin, Durğan kəndinin fədakar oğulları, ləyaqətli oğulları görürsünüz ki, burada halal zəhməti ilə, zəhmət göstərirlər, çox əziyyət çəkirlər. Allah hamısına can sağlığı versin. Həmişə belə olar, həmişə bir olar, həmişə müvəffəq olmaq üçün yəni biraz necə deyərlər, təşkilatçılığımıza atılmalıyıq. Elimizin, obamızın abadlaşması için səy göstərməliyik. Allah bizə bu işlərdə yardımcı olsun inşallah. Amin. Ağsaqqal buyurun. Allah bu eli obaya en çok gençler kısmet edersin. Bu obaya gençlere gelir. Sağ olsunlar. Kayboy Alkanlar'ın Müzakol Bağ kardeşleriyle eşki, elini kılana ola bütün de faaliyetlendirildi. Oldu. Durğan İsmail Bilgiler, Cavanlar, Gençler Kayboy Alkan'a başka olmayan obaları ve iş görürler. Kendine abadlaşmış gördü. Büyük bir şey. Binöredir, yolun binöresi. Dinde de kötü. Büyük bir şey. Salmak, her bir için kötü salmak. Asıl yoldan başlıyor. Sağ olsunlar gençler, cavanlar, öyle yaşlı da var, işliyle, kimliyle, kendi İsmail'iyle böyle pahalı göstermek. Biz de bölümümüzün mezunlar grubu olarak olan yanındayız. Tek olan kendini bütün kentlerde. Valla bize talep verir, sevindirici hal olurdu çünkü kentlerde iş geliyor, abatır işleri görüyor. Biz de seviniyoruz. Biz de hani bu elin obanın yanındayız, bizim merdovları olarak olan yanındayız. Ne bizim ne iş olsa, ne nasıl olsa olan gururundayız. Allah razı olsun. Bu yoldan koy karvanı kesin. Amin inşallah. Amin. Allah var eylesin. Sağ ol, sağ ol. Müəllimlə də gedib götürdüm. Müsaade, Balıcı müəllim o bizlə görüşdü. Deyərəm bunu. İsmət bəy.
Kənd icma üzvlərindən də burada Hikmət müəllim öz ürək sözlərini deyəcək. Yorulmayasınız qardaşlar inşallah. Buyurun siz də Hikmət müəllim Sağ buyurun. olun. Biz də elimizin mərd oğullarının təşəbbüsünü almışdıq. Həqiqətən də bu idi təşkilatdır, təbliğatdır. Çox sağ olun, var olasınız. Biz istəyirik, xalq olaraq istəyirik, görürük. Yəni, belə deyək də, dövlətə həm dayaqdır, həm də ki, xalqımıza dayaqdır, elimizin mərd oğulları. Onun təşəbbüskarları kimlərdirsə onlara uğur diləyirik, alqışlayırıq, İskan əhli kimi. Burada gördüyünüz kimi burada bizim işimiz düzgün gedir. Biz əlbəttə kömək, ancaq xalqın özünün köməyin, dəstəyini alırıq. Allah köməyiniz olsun. Allah köməyini. Çox sağ olun, işiniz irəli. Var olasınız.